Ekranım görünür ümid edirəm. Aha, ekran görünür. Xoş gördük hər birinizi. Əvvəla hər birinizi salamlayıram və vaxt tapıb görüşə qoşulduğunuz üçün təşəkkür edirəm. Bugünkü mövzumuz bildiyiniz kimi istedadların idarə edilməsinin təşkilatdakı rolu barəsində olacaq. İstedadların idarə edilməsinin bəzi subfunksiyalarına toxunacağıq. O istiqamətlər barəsində müzakirələr aparacağıq. Sizə bu barədə məlumatı mən verəcəm. Mən Fərid Nəbzadəyəm. 7 ildir insan resursları sahəsində çalışıram. İnsan resurslarının əsas ixtisaslaşdığım hissələrini qeyd etmişəm gördüyünüz slaydda. İstedadların idarə edilməsi bildiyiniz kimi geniş məfhum olduğundan burada qeyd etdiyim bir çox hissələrlə kəsişir. Əsasən təşkilati inkişaf və istedadların idarə edilməsi istiqamətində ixtisaslaşır. Üzr istəyirəm, sözünüzü kəsirəm. Sizdə slayd ilk səhifədə qalıb. Haqqınızda olan slayd deyil, ilk giriş səhifəsində qalıb. Oy. Bir saniyə, yenidən bölüşüm, dayandırıb. Şimdi görünürmü? Bəli, hazırda görünür. Tamam. Bəli, yoldaşlar, bu mənəm Fərid Nəbzadə. Demək, bugün nə barədə danışacağıq? Qaydaq mövzumuza istedadların idarə edilməsi. İstedadların idarə edilməsi nədir? Bu konsepti son zamanlar təşkilatlar öz işlərini inteqrasiya etməyə başlayıblar. Son 7-8 ildir yəqin ki, hiss edirsiniz, bazarımızda insan resursları sahəsində ciddi bir tərpənmə var, bir hərəkətlilik var. Öncələri kadrlar sözü ilə daha çox tanıyırdılar insan resursları strukturlarını. Artıq insan resursları bəzi yerlərdə insan kapitalı deyə adlandırmalar başlayıb və strukturlar yaradılır bir çox yerlərdə. İstedadların cəlb edilməsi, istedadların idarə edilməsi kimi strukturlar yaranır insan resursları şöbələrində. Bu, həmin o dediyim istedadların idarə edilməsinin artıq bizim bazara bir inteqrasiyası ilə bağlıdır. İstedadların idarə edilməsi nədir? İstedadların idarə edilməsi insan resurslarının 3 ana funksiyasından bağlı hər bir funksiyaya xidmət edən bir subfunksiyasıdır. İstedadların idarə edilməsi insan resursları hər bir işçini bir istedad olaraq, bir yox, hətta bir neçə istedad olaraq qəbul etmə, işçilərimizə bir istedad bazası, tək işi görən resurslar deyil, həm də inkişaf etdirilə bilən, işi daha optimal görə bilən resurslar kimi baxılmasıdır. Onların fərqli istedadlarının fərqli qiymətləndirilə bilməsi, inkişaf etdirilməsi, budur istedadların idarə edilməsi. İnsan resurslarının 3 ana funksiyası var, yoldaşlar. Bəzi slaydlarda görəcəksiniz, bəzi sözləri ingilis dilində saxlamışam. Paralel olaraq tərcümələrini də deyəcəm, amma bir reallıq var ki, artıq biz plaza deyirik bəzən. İngilis dilindəki o bəzi sözlər var ki, termin formasını alıb və artıq insan resursları leksikonlarına inteqrasiya olub yəqin ki. Bəzi sözləri bu səbəbdən ingilis dilində deyəcəm. Bu görüşdə də və gələcəkdə baş tutacaq təlim proqramımızda da bu şəkildə nəzərdə tutulub. Misal üçün deyim, bəzi sözlər var ki, onları Azərbaycan dilində dedikdə qarışdıra bilirik. Məsələn, turnover nədir? Hər kəs bilir yəqin ki, bu metriki periyod ərzində işdən çıxmış işçi sayını, həmin periyod ərzindəki ortalama işçi sayını nisbət edir turnover. Azərbaycanda işçi axını deyə məsələn çox vaxt adlandırırlar, amma bəzi təşkilatlar da var ki, işçi axınını fərqli başa düşürlər. İşə qəbul sayını işdən çıxış sayına nisbəti kimi görürlər. Amma turnover nədir artıq hər kəs bilir. Ona görə bəzi bu terminləri ingilis dilində deyəcəm, amma mütləq şəkildə tərcümələrini də qeyd edəcəm. İnsan resurslarının 3 ana funksiyası var bildiyiniz kimi. Bu, acquire, ələ keçirmək, cəlb etmək, retain, əldə saxlamaq və develop, inkişaf etdirməkdir. İstedadı bu ana funksiyalarla yanaşırıq insan resurslarında. Yəni, istedadı cəlb edirik, onu əldə saxlayırıq və inkişaf etdiririk. İstedadların idarə edilməsi bəsit dillə danışsaq, bu 3 funksiya ilə bağlıdır. Və işçinin təşkilatdakı həyat əyrisi ilə bağlıdır.
Həyat əyrisi nədir işçinin? Onun bizim təşkilatımızda keçirdiyi bütün periodlar və bütün prosesləri əhatə edən dövrdür. Bu, elə bu slayddakı hissələrlə geçsək, onu cəlb etmə, işə qəbul etmə, orientasiya, onboarding etmə, əldə saxlama, inkişaf etdirmə və hətta offboarding də bir hissəsidir işçinin təşkilatdakı həyatının. Offboarding işdən ayrılma prosesidir. Bəzi insanlar burada bir prosesə müəmmalı yanaşır. Onboarding prosesi. Onboarding prosesinin harda başladığı deyə fərqli ədəbiyyatlar arasında mübahisələr gedir. Yəqin sizlər də eşitmişsiniz bu sualı bəzən. Onboarding prosesi nə vaxt başlayır deyə. Bəzi ədəbiyyatlar yazır ki, onda onboarding prosesi işçinin ilk dəfə iş elanını gördüyü an başlayır. Bəziləri deyir ki, işə başladığı gün başlayır. Bəziləri isə əlavə olaraq pre-boarding, onboarding öncəsi bir dövr olaraq görür bu prosesin başlama dövrünü. Pre-boarding deyib, işə qəbul olmuş sənədlərini toplayan işçiyə işə başlamamışdan öncə paralel olaraq təşkilat barəsində müəyyən məlumatlar göndərirlər. İşə başlamamış, onu işə inteqrasiya etməyə çalışırlar. Mən birinci yanaşmanın tərəfdarıyam açığını desəm, işçi ilk dəfə iş elanını gördüyü, şirkət barəsində məlumat aldığı an onboardingin başladığına inanıram. İşçinin əldə saxlanması və inkişafı, bu barədə də danışacağıq və onun təşkilatdan ayrılma prosesi. Təşkilatdan ayrılma prosesi barəsində bugün detallı danışmayacağıq, amma qısaca bura indi toxunmaq istəyərəm ki, işçinin, düzdür, belə bir yanaşma da ola bilər ki, işdən ayrılırsa bir insan, nəyə görə buna xüsusi bir proses olaraq yanaşmalıyıq? Bunun da iki izahı olacaq. Birinci izahı odur ki, bizdən gedən işçi nəyə görə gedir və digərlərini eyni səbəbdən itirməyəcəkmi? Buna əmin olmalıyıq. Bunun üçün özümüzü qarantiya almalıyıq. Çünki istedadlar təşkilatımızı tərk edirsə, bu bəzən bir problem ola bilər bizim üçün. Xüsusilə də itirməyə hazır olmadığımız istedadlardan söhbət gedir. İkinci səbəb də odur ki, təşkilatımızı tərk edən istedadlar gələcəkdə bizə qayıda da bilər və ona görə onlarla xoş ayrılmaq və ayrılarkən xüsusilə də səbəblərini detallı olaraq bilmək böyük dəyər qata bilər təşkilatımızın istedad idarə edilmə prosesinə. Gəlin toxunduğum prosesləri hissə-hissə müzakirə edək. İlk olaraq adaptasiya və orientasiya prosesinə toxunduq, o barədə danışaq. Bu arada bir məqamı vurğulayım, əgər kiminsə sualı olarsa, xahiş edirəm elə paralel olaraq chat hissəsində bildirsəniz, cavablandırmaq istəyərəm, həm də biraz rəng qatılmış olar müzakirəmizə. Çünki buradakı bəzi prosesdən prosesə keçidlər edəcəyik, çünki bu səbəbdən bitməmiş sualları alsaq əla olar, amma sonunda da hər bir suala qayıdacağıq mütləq. Adaptasiya və orientasiya prosesi. Mən bu istiqamətdə bazarımızda çox gözəl hərəkətlilik görürəm açığını desəm. Son bir neçə ildə o qədər gözəl xoş gəldin paketlərinin paylaşıldığını görürəm internetdə. O qədər zövq alıram onları izləməkdən. Xüsusilə də ən çox bank sektorunda biraz fərqli bir hərəkətlilik hiss edirəm bu istiqamətdə. Yeni işçiləri qarşılama prosesi, bu barədə maraqlı videolar, maraqlı xoş gəldin paketlərinin paylaşıldığını görürəm banklar tərəfindən və çox zövq alıram açıq bundan. Bir sual gəldi elə istəyirsə. Paralel indi baxacağım ona da ekran tam bölüşmüşəm deyə baxamıram. Aha. Adaptasiya və orientasiya prosesi nədir dəyərli yoldaşlar? Bunu bəsit dillə danışsaq, 3 hissəyə bölə bilərik. Biz istedadı qazandıq, şirkətə işə alırıq. Çox bəyəndiyim bir deyim var, işçini işə başlayarkən qazanmaq. İşçini işə başlayarkən qazanmağa çalışırıq. Onun ilk iş günü qarşılanması, onun işə inteqrasiyası və mədəniyyət inteqrasiyası. Adaptasiya və orientasiya budur. Orientasiya hissəsi işçinin işə yeni başladığı hissələri daha çox əhatə edir. Yəni, onu necə qarşıladıq, necə təşkilatla tanış elədik və s. kimi proseslər. Mən indiyənə qədər 4 iş yerində işləmişəm. Bunlardan birində, məsələn, hansı şirkət olduğunu deməyəcəm, adaptasiya prosesi o qədər də effektiv deyildi. Və ilk iş günüydü, xatırlayıram, işə başladım. İlk bir neçə saatını işin nə edəcəyimi bilmirdim. Çox belə qəribə və məlumatsız şəkildə oturmuşdum. Gözləyirdim ki, mənə bir məlumat gəlsin, bir hərəkətlilik olsun.
həm də karyeramın ilk radələri idi. O vaxtlar elə də aktiv kommunikasiya qabiliyyətim yəqin ki, yox idi. Yoxsa özüm gedib danışardım bəlkə də. Hiss edirəm ki, bu məndə məsələn bir narahatçılıq hissi yaratmışdı ilk 3 günüm və bu səbəbdən bu prosesin daha effektiv qurulmasını çox istərdim. Orientasiya prosesi elə bu tip məqamlardan yayılması üçündür təşkilatın. Orientasiya prosesində yeni işçini işə qəbul etdikdən həmən sonra onu təşkilatın rəhbərliyi ilə tanış edir, bir orientasiya təlimi keçirik. Ona əgər şirkət büdcəsi və prosesləri icazə verirsə, maraqlı bir xoş gəldin paketi ilə qarşılaya bilərik onu. Onu isti şəkildə qarşılayıb, onu işə başlayarkən qazanırıq. Onun işə inteqrasiyası və mədəniyyətə inteqrasiyası isə nədir? İşə inteqrasiyası həm mentor proqram vasitəsilə baş tuta bilər, yəni ona bir mentor təyin edib, fərdi adaptasiya planı təyin edib, o plan və o mentorun dəstəyinə uyğun olaraq prosesin təşkil edilməsi. Onun mədəniyyətə inteqrasiyası isə yəqin ki, bir çoxunuz eşitmişsiniz, bir çox təşkilatda artıq bu tətbiq olunur. Body mədəniyyəti ilə həyata keçirilməsidir. Yəni bir işə qəbul dostu təyin edərək həmin insana, onun o işə qəbul prosesində yanında olacaq, ona təşkilatdakı bəzi mədəniyyətlə bağlı prosesləri, salamlaşma, müzakirələr, təşkilata xas bəzi faktorları qeyd edəcək və daha sürətli adaptasiya olmasına dəstək olacaq biridir işə qəbul dostu və ya body dediyimiz şəxs. Gallup araşdırması nə deyir? Gallup təşkilatı işçi bağlılığı və effektivliyi barəsində ən yaxşı araşdırmalar aparan təşkilatlardan biridir. Gallup təşkilatının araşdırmasına görə yeni işə qəbul olmuş işçilərə yaxşı adaptasiya prosesindən keçirməsək ilk 3 ay ərzində effektivlikləri çox aşağı olur. Yəni 20% qədər effektiv ola bilirlər daha sonraki perioda nisbətən. Adaptasiyanı yaxşı həyata keçirsəksə, bu 75%-ə qədər arta bilir ortalama olaraq. Yəni işçini işə adaptasiya etməyi bir tək onun xoşbəxtliyi ilə bağlı deyil, həm də təşkilatımıza müsbət qayıtmağı ilə bağlıdır. Bunu sübut edir bu araşdırma. Yəni bir işçi nə qədər tez işə inteqrasiya olarsa, o qədər tez iş proseslərini həyata keçirilə bilər və o qədər çox da təşkilatı dəyər qata bilər qısa müddət ərzində. Adaptasiya və orientasiya barəsində demək istədiklərim bu qədərdir hələ ki. Əgər kiminsə sualı varsa bu istiqamətdə chat hissəsinə baxın, bəlkə burada bir sual ola bilər. Aha, chat hissəsinə girdim. Hələ ki sual yoxdur. Davam edək. Aha, adaptasiya və orientasiya prosesi barəsində demək istədiyim bu qədərdir. İşçi bağlılığı prosesinə keçid etmək istəyirəm. İstedadların idarə edilməsinin növbəti subfunksiyası işçi bağlılığıdır. Yəni bir işçini işə qəbul etdik, onu yaxşı şəkildə adaptasiya edə bildik. Bundan sonra o işçinin daima motivasiyasını yüksək saxlamaq və şirkətə verə bildiyinin maksimum verməsini təmin etmək üçün işçi bağlılığını inkişaf etdirməyə fokuslanırıq. İşçi bağlılığı inisiativləri bəsit dillə danışsaq, bir neçə fəaliyyətdən asılıdır deyərdim. Bir, səmimiyyət faktoru. Bu çox önəmlidir ki, işçilərimizlə verdiyimiz mesajlar, bildirdiyimiz gözəl sözlər, bəzən bir çox təşkilatlar ailək sözünü tez-tez istifadə edir, məsələn, iş həyatında. X şirkətidir, biz X şirkəti ailəsinin yeni üzvü və s. və ilahır. Bir çox nəzəriyyələrdə ailək sözündən məsələn yayınmağı tövsiyə edirlər. Çünki bunu səmimiyyətin bir parçası saymırlar.
Çünki bəsit dillə desək, ailədə bir ixtisar olmur, nə qədər vəziyyət çətin olsa da, amma bir təşkilatda əgər maliyyə krizisi yaşayırsa təşkilat ixtisarlar baş tuta bilər. Bu səmiyyəti qorumaq üçün düzgün kanallar vasitəsilə düzgün sözləri deməyi bacarmalıyıq və bölüşdüyümüz, işçilərə qeyd etdiyimiz dəyərlərlə insan resurslarının həm də təşkilatın dəyərləri və prosesləri üst-üstə düşməlidir, fərqli olmamalıdır. Çünki bunlar fərqli olarsa, bəzən işçi bağlılığı mesajları sadəcə mesaj olaraq qalır. Xüsusilə də işçi bağlılığının əsasında duran məqamlardan biri şirkət dəyərləri olur. Şirkət dəyərləri nə qədər komanda işi, əməkdaşlıq və s. kimi dəyərləri özündə ihtiva edirsə, bir o qədər işçi bağlılığına önəm verir əksər hallarda. Bu dəyərlərin sadəcə yazılı olmaması, iş həyatında həqiqətən tətbiq olunması işçi bağlılığının əsas məqamlarından biridir. Bunu da səmimiyyətlə bağlayırıq. Üst rəhbərliyin prosesi sahiblənməsi çox önəmlidir. Ümumiyyətlə, belə bir məqam qeyd edim. Həm indi, həm də gələcəkdə təlim proqramında istedadların idarə edilməsi istiqamətində müzakirə edəcəyimiz bütün inisiativlər barəsində bir məqamı həmişə xatırlamalıyıq ki, insan resurslarının hər bir prosesi rəhbərliyin işdə birbaşa iştirakı ilə təmin olunmalıdır. İnsan resursları öz işini təşkilatın həyatını ən çox əks etdirən funksiyalardan biridir. Adətən bir şirkətlərdə proqram təminatında tez-tez problem olursa, IT tez gəlib problemlərimizi həll eləmirsə, deyirik ki, burada IT pis işləyir. Satın-alma gecikirsə, deyirik, təchizat pis işləyir. Alışlarda problem var, mühasibatlıq, xüsusi məlumatlarla problem varsa, deyirik, maliyyə mühasibatlıq pis işləyir. Amma insan resursları yaxşı işləmirsə, adətən deyirik, buna şirkətdir. Adətən insan resurslarının yaxşı işləməyi şirkətin yaxşı iş yeri olduğunu, pis işləməyi pis iş yeri olduğunu göstərir. Bu səbəbdən də rəhbərliyin bu prosesə üstlənməsi çox önəmlidir. Çünki insan resursları pis işlərsə zaten, yəni insan resursları işçilərin bu motivasiyasını, bağlılığını yaxşı səviyyədə tuta bilməzsə, tək onlardan deyil, həm də təşkilatdan narazı olurlar. Bu səbəbdən daha geniş baxmalıyıq işçi bağlılığı prosesinə və hər zaman bütün HR proseslərində və xüsusilə də işçi bağlılığı prosesində üst rəhbərliyin prosesi sahiblənməsi çox önəmlidir. Çünki birinci fakta qayıtsaq, səmiyyət hissəsinə qayıtsaq, üst rəhbərliyi vasitəsilə insan resursları bəzi sözlər, bəzi mesajlar ötürə bilir işçilərə. Onu daha sonra tuta bilməzsə, üst rəhbərliyin sahiblənməzsə və dəstək olmazsa bu prosesi zaten hər iki punkt özünü doğrultmamış olacaq. Layihə komandası. İşçi bağlılığını bir hissəyə toplamaq çox önəmlidir. Bu proseslə məşğul olan, işçilərin nəbzini ölçən insanların olması çox önəmlidir. Bu nə deməkdir? Bu deməkdir ki, təşkilatımızda bir paket olaraq işçi bağlılığına yanaşa bilərik. Biz öz təlim proqramımızda nə barədə danışacağıq? İşə götürən brendi və istedadı cəlb etmək üçün bu istiqamətdə nələr etməliyik? İşçi bağlılığına dair nələr olmalıdır? Onu danışacağıq. Çünki brend bildiyimiz kimi həm xarici, həm daxilidir insan resurslarından danışırıqsa və daxildəki işçilərimiz təşkilatı necə qəbul edir? Bu çox önəmlidir. Təşkilatlar nə edir? Engagement surveylər keçirir, işçi bağlılığı sorğuları keçirir tez-tez. 2 ildən bir adətən təşkilatlar işçi bağlılığı sorğuları, hər il isə işçi bağlılığı nəbzinin pulse engagement survey deyirlər, o sorğuları keçirirlər ki, işçiləri nə hiss edir, təşkilat barəsində nə düşünür, bu məqamlar barəsində məlumatlı olsunlar və bəzən bununla yetinirlər. İşçi bağlılığı sorğusu və sorğu nəticəsi çıxdı, hansısa problemləri gördülər. Bəzən actionlar olur, bəzi fəaliyyətlər olur, həyata keçirdilər, amma çox vaxt bununla yetinirlər. İşçi bağlılığı bir tək o sorğunu keçirib nəticələrinə baxmaq, okey, burada pislik deyib bitmək deyil, prosesin bitməsi deyil. Bir layihə komandasından bir deviz ola bilər, işçilərə çatdırmaq istədiyimiz bir mesaj altında bir komanda toplayıb, o nəbzi ölçüb, o sorğuları keçirib, sorğu keçirdikdən sonra nəticələrini bir fokus qruplara təhlil edib, oradan bir əməliyyat planı çıxarıb, daima işçilər üçün öyrənmə, inkişaf
imkanlarının olduğunu, karyera imkanlarının olduğunu, ədalətli və şəffaf proseslərin olduğunu monitorinq edən bir komandadan ibarət olmalıdır ki, bu barədə də biz təlim proqramımızda danışacağıq, amma bu gün bu barədə demək istədiyim odur ki, bu komandalar şərt deyil ki, sırf öz vəzifə adlarında işçi bağlılığı prosesini daşıyıb yalnız bu işlə məşğul olsun. Onlar fərqli strukturlardan ola bilərlər, öz işləri ilə paralel bu işə vaxt ayıra bilərlər. Sadəcə bir tövsiyə etmək istəyərdim burada ki, əgər hər hansı bir təşkilatda belə bir inisiativ irəli sürsəniz, işçi bağlılığı ilə məşğul olacaq bir komanda vasitəsilə bu prosesləri idarə etsəniz, bu komandanı bir tək insan resurslarından ibarət əməkdaşlardan etməyin ki, bundan öncəki punktu bütün işçilər hiss edə bilsin. Bir üst rəhbərliyin sahibləndiyini, bütün strukturların işə cəlb edildiyini və bunun insan resurslarının deyil, təşkilatın inisiativi olduğunu, işçi bağlılığına təşkilatın dəyər verdiyini hiss elətdirmək çox önəmlidir. Fəaliyyət planı olmalıdır işçi bağlılığını həyata keçirmək üçün. Fəaliyyət planı nədir? Bizim konkret olaraq hansı addımları atacağımızı bilməliyik. Bu prosesə strukturlu yanaşmalıyıq. İşçilər təşkilatdan təşkilata gözləntilər çox dəyişə bilir. Hətta təşkilat daxili fərqli heyətlərdə gözləntilər çox dəyişilə bilir. Mən iş yerlərindən birində bir daxili məmnuniyyət sorğusu deyil də bir görüşlər keçirib bəzi heyətin nümayəndələri ilə onlara sual verirdik ki, iş yerini nə etsək daha yaxşı görərsən, nə etsək iş yerini daha yaxşı bir iş yeri kimi qəbul edərsən və heyətdən heyətə o qədər fərqli gözləntilər gördüm ki, çox təəccüblü gəlir bu insana ki, bəzi heyəti xoşbəxt etmək bu qədər bəsit imiş, amma heç məlumatımız yox imiş. Biz başqa proseslərə fokuslanıb, əmək haqqını artırsaq hər şey düzələr kimi bəzən yanaşırıq, amma bəzən işçilərimizin xırda tələblərini qarşılaya bilmədiyimizdən təşkilatdan inciyirlər. Maraqlıdır ki, o sorğuda fəhlə heyətində bir çoxunun ortaq olaraq istədiyi şey əmək haqqı ilə bağlı deyil də, həmin iş yerində su tələbatı ilə bağlı idi ki, iş vaxtı su içə bilim, iş vaxtı kofe içə bilim, bir qısa aralar olsa mənə daha rahat olar. Çünki dayanıram, iş vaxtı ərazidən çıxa bilmirəm, ancaq nahar vaxtı məsələn belə bir imkanım olur, belə bir çətinlik yaşayıram və bizim insan resursları və şirkət rəhbərliyi olaraq bunun gözümüzdən qaçmaq qədər qəribə gəlmişdi ki, yəni sadəcə belə bəsit tələbləri vardı həmin heyətin. Üst rəhbərlik isə daha böyük tələblərlə gəlmişdi. Onlarda da əmək haqqından çox nəyi görürdük? Səlahiyyət barəsində gözləntiləri var idi. Yəni demək istədiyim odur ki, bu prosesə ümumi bir proses kimi yanaşıb hər tərəfdə eyni şəkildə tətbiq edə bilmərik. Bizim təşkilatımıza xas və təşkilatımızın fərqli heyətlərinə xas fəaliyyət planımız olmalıdır. Nə etdiyimizi bilməliyik. Davamlı kommunikasiya vasitəsilə həm fəaliyyət planımızı, həm niyyətimizi işçilərə çatdırmalıyıq. Təşkilatımız bilməlidir ki, biz bağlılıq prosesində nə ilə məşğuluq və istedadlar, işçilər bizim üçün həqiqətən dəyərlidir. Bunun fərqində olmalıdırlar və ən əsası da əlbəttə ki, hörmətlə yanaşmalıyıq işçilərimizə və bunu onlara hiss elətdirməliyik. Bu nə deməkdir? Bu, bir çox təşkilatda görürəm, bunu tətbiq edirlər. Mənə çox xoş olur bunu görmək. Açıq qapı mədəniyyəti, işçilərimizi dinləyə bilmək, onlara hörmətlə yanaşmaq. Bəzi problem, bəzi heyətlər var ki, sadəcə dərdini deyə bilməsi belə onu çox rahatlaşdıra bilir. İşçi bağlılığı barəsində demək istədiklərim bunlar idi əsasən. İşçi bağlılığı istedadların idarə edilməsində bir xüsusi yerə sahibdir. Deyərdim ki, ən çətin hissələr, ən maraqlı və ən çətin hissələrindən biri buradır bəlkə də. Çünki bəzən olur ki, yaxşı inisiativlər, kağızda çox gözəl səslənən inisiativlərlə məşğul olur təşkilatlar, işçilər. Amma bu inisiativlər özünü doğrulda bilmir. Çünki onlar işçilərin ehtiyacları ilə üst-üstə düşə bilmir, üst-üstə düşmür. Üst-üstə düşməsi üçün bu qeyd etdiyim bütün məqamları birlikdə nəzərə almaq lazımdır. Bütün heyətləri ayrı-ayrı dinləyə bilmə, onların səsini eşidə bilmə və onlara geri dönüş kanalları olması çox zəruridir. Bu geri dönüş kanalları olmazsa paylaşımlarda çox gözəl inisiativlər olan, amma reallıqda təşkilatda bir prosesi dəyişməyən, heç kəsi xoşbəxt edə bilməyən proseslər ərsəyə gələ bilir. İşçi bağlılığı barəsində demək istədiyim bu qədər.
Performans idarə edilməsi, biz istedadı ələ keçirdik, onun daima yaxşı motivasiyada qalmasını təmin etdik. Paralel olaraq da ondan daima yaxşı nəticələr aldığımız barəsində də məlumatlı olmalıyıq. Performans idarə edilməsində ən çox yayılmış yanaşma management by objectives, hədəf əsaslı idarə etmədir. Bu, ilin ilk hissəsi hədəflərin müəyyən edilməsi və son hissəsi bəzi təşkilatlarda ildə 2 dəfə də olur, illik olur. Hədəflərin müəyyən edilməsi və il sonu onların qiymətləndirilməsidir. Performans barəsində düşünən bir çoxunuz məlumatlısınız. Performans barəsində çox məqamlara toxunmaq istəmirəm, amma bir təcrübəmi sizinlə bölüşmək istəyirəm. İnkişaf etmiş ölkələrdən birinin böyük bir təşkilatının nümayəndəsi ilə bir dəfə bu mövzuda söhbət aparma imkanım olmuşdu. Ondan performans idarə etmə sistemini necə tətbiq etdiklərini soruşmuşdum. Mənə üst departamentlər üçün hədəflər müəyyən edib, il sonu isə mükafatların struktur rəhbəri tərəfindən bölüşdürüldüyü bir sistem yaratdıqlarını demişdi. Mən çox təəccüblənmişdim buna. Yəni, departamentlərin hədəfini müəyyən elədilər ilin əvvəli, il sonu departamentlərin hədəfini qiymətləndirdilər və departament müdirlərinə bir büdcə ayırdılar ki, sən hədəfə çatdın, sənə bu qədər büdcə düşür, bunu işçilərin arasında böl. Mənə təəccüblü gəlmişdi, bilmirəm, sizlərə də təəccüblü gəlirmi bu ya yox, belə bu təəccübü də bildirmişdim həmin şəxsə ki, bu mənə çox təəccüblü gəlir, necə belə bir sistemi tətbiq edə bilərsiniz, axı ədalətli qiymətləndirmə olub-olmadığını hardan bilirsiniz? O da mənim bildiyim, bizim ölkəmizdə ən çox tətbiq edilən, mənim həmin vaxt işlədiyim şirkətdə tətbiq olunan sistem barəsində soruşdu. Mən də ona Management by Objectives tərəfindən danışdım ki, bəs hədəfləri müəyyən edirik, sonu qiymətləndiririk, səriştə qiymətləndirmə prosesi, 160 dərəcə qiymətləndirmə həyata keçiririk və sair və ilaxır. O da mənə keçmişdə onların da bu şəkildə prosesi həyata keçirdiyini, lakin üst rəhbərliyi o səviyyədə yetişdirə bildiklərini dedilər ki, artıq onlara güvənib bu bölgünü aparmalarını təmin edə bilirik, yəni onlara inana bilirik. Bu da işçilərin səriştəliklərinin, istedadlarının o səviyyəyə çatdırılması ilə bağlıdır. Bundan sonra barədə danışacağıq, öyrənmə inkişaf barəsində danışacağıq. Onların o səviyyəyə çatdırılması ilə bağlıdır. Amma bu gözəl bir sistemdə əlbəttə ki, o səviyyəyə vara bildiyimiz təqdirdə, amma böyük bir yol qət edilməlidir bunun üçün. O böyük bir yolda qiymətləndirmə mədəniyyətinin, performans mədəniyyətinin işçilərə, şirkətə aşılanması ilə bağlıdır. Bir çox şirkətdə, bir çox işçilər tərəfindən işçilərlə müzakirə apardıqda performans sistemlərinin 1 il, 2 ildir tətbiq olunur. Bizim ölkədə elə uzun müddət deyil böyük təşkilatların bunu tətbiq etdiyi. 1 il, 2 il, 3 il tətbiq olunur. Hələ böyük inancları yoxdur bu sistemə. Bu tamamilə normaldır. İlk bir neçə ildə bu sistemlərə qarşı bir mübarizə aparılması, ümumiyyətlə dəyişikliyə qarşı mübarizə hər zaman olur. Bir müddət mübarizə aparılması normaldır. Amma o mədəniyyətin aşılanması hər keçən il biraz da irəlilədik, biraz da daha keyfiyyətli hədəflər təyin olundu, biraz da daha smart hədəflər təyin olundu. Bu kimi məqamları sezə bilməyimiz yaxşı bir yola çıxdığımızı göstərə bilər. Nə gözəl olardı ki, 1 ilə, 2 ilə hər kəsin anlaya biləcəyi, hər kəsə maraqlı, hər kəsin öz fəaliyyətinin bunun əsasında qura biləcəyi bir performans sistemi olsa nə gözəl olardı. Amma buna qədər bir çox şirkətlərdə bir yollar qət etməliyik. İşçilərimizi o səviyyəyə çatdırmalıyıq ki, onlar bunu tam dərk edə bilsinlər. Bir başqa hissəsi performans qiymətləndirmədə davamlı geri dönüş kanallarıdır. Geri dönüş kanalı performans idarə edilməsinin əsasında bəlkə də ən önəmli bir növrəsidir. Hədəfləri tək müəyyən etmə deyil, bu hədəflərə gedilən yolda, bu hədəflərə çatıldıqda və ya çatılmadıqda nələri səhv etdik, nələri düz etdik, bu barədə müzakirə apara bilməyimiz çox önəmlidir. Geri dönüş kanallarının təşkilatda yerində olması, bəzən ilk radələrdə performans sistemini inteqrasiya etdikdə rəhbəri işçiyə geri dönüş verməyə məcbur etməyə belə məcbur edəcəyi bir durum bəzən bəlkə də yaratmalı oluruq ki, performans barəsində adekvat və keyfiyyətli geri dönüşlər ala bilsin bizim heyətimiz, işçilərimiz. Daha sonra sizə qeyri-effektiv və effektiv performans, bu hissəyə də toxunum, daha sonra öyrənmə və inkişaf tərəfini keçəcəm. Performans sistemi tam yaxşı yerində olmadıqda nə sezə bilirik? Görə bilirik ki, təşkilatda hədəf təyin edən dövrdə
ən əsası da qiymətləndirilən dövrlərdə işçilərimizdə bir canlanma olur. Bəziləri yalandan bəlkə də işdə artıq qalırlar, bəziləri bir ekstra efor sərgiləməyə çalışırlar həmin dövrlərdə. Amma biz keyfiyyətli geri dönüş kanalları qura bilərsək, o zaman işçilərdən bütün il boyu yaxşı bir performans ala bilərik. Performans prosesini bu səbəbdən mədəniyyətə inteqrasiya olması çox önəmlidir ki, həqiqətən də bu sistemin bir tək il sonu mükafat alacağım sistem deyil, həm də il ərzində işimi əsaslandıracağım sistem olduğunu qəbul etsin və ona əsasən fəaliyyətini qiymətləndirsin işçilər. Öyrənmə və inkişaf istedadı ələ keçirdik, motivasiyasını yaxşı saxladıq, ondan ala bildiyimizin maksimum alıb onu məhsuldar çalışmağa vadar etdik, yəni məhsuldar çalışdırdıq və bu yolda insan resurslarının ana funksiyalarından üçündən biri develop, inkişaf hissəsinə qayıdırıq. Onun bu yolda inkişaf etdiyindən də əmin olmalıyıq. Öyrənmə və inkişaf tərəfdə mən yenə burada da vurğulayacağım, düzdür. Bazarımızda çox müsbət tendensiyalar hiss edirəm. Keçmişdə təlim və inkişaf adı idi. Görürəm, hər yer bir qurtulur bu addan. Öyrənmə və inkişaf adına keçir. Təlim adından qurtulur. O adı ləğv edir, öyrənmə və inkişaf hissəsinə keçir. Təlimin öyrənmənin sadəcə bir hissəsi olaraq qəbul edir. Bunu çox bəyənirəm. Çox yaxşı gedirik burada da düşünürəm əmək bazarında. Öyrənmə və inkişaf hissəsində nələri bilməliyik? Performansa bağlı öyrənmə sistemimiz olmalıdır. Fərdi inkişaf planlamaları, bir çox təşkilatlar fərdi inkişaf planlamaları, IDP deyirlər ingilis dilində, Azərbaycan dilində FIP deyirlər. Fərdi inkişaf planlamalarını işə inteqrasiya edərkən onu performansa bağlamağı çox önəmlidir. Çünki bilirsiniz, mən öyrənmə prosesini iki hissəyə bölürəm öz beynimdə daha çox. Öyrənmənin performansa xidmət edən tərəfi var və öyrənmənin işçi bağlılığına, engagement-a təsir edən tərəfi var. İşə bağlı, performansa bağlı hissəsi nədir? İşçimizin keçən il və ondan qabaqki il göstərdiyi performansı bu il daha yaxşı göstərə bilmək üçün hansı bilikləri ona aşılamalıyıq? Nələr öyrətməliyik? Bu tərəfi ilə daha çox bağlıdır. Bağlılıq tərəfi ilə isə olan isə bu işçiyə hansı investisiyanı etsək, onun karyerasını daha da parlaq bir yerlərə çata bilər. Bu tərəfidir. Yəni, onun yumşaq bacarıqlarına bəzən ehtiyacımız olmasa belə iş baxımından investisiya etmemiz onun bağlılığını artıra bilər. Onun texniki bacarıqlarına da, işlə bağlı, performansla bağlı hissələrinə də investisiya etmemiz işin məhsuldarlığını artıra bilər. Bundan ziyadə olaraq mən hansı tendensiyanın burada tərəfdarıyam? Öyrənmə və inkişaf proseslərini öyrənmənin çatdırılması, daha çox təlim tərəfi, yəni təlimin təşkili və s. və gələcək ehtiyaclar tərəfi, future needs tərəfinə bölməyimiz məncə çox önəmlidir. Düşünürəm, bu istiqamətdə bazarımızda hələ görməyə işlər çox var, bu istiqamətdə inkişaf hələ etməkdəyik. Burada nəyi demək istəyirəm? Training delivery tərəfimiz, öyrənmənin çatdırılması tərəfi, təlimlərin çatdırılması tərəfi, biz fərdi inkişaf, ötən ilin performansı bitdi, fərdi inkişaf planları çıxartdıq, management inkişaf proqramları tətbiq etdik, yəni bir konsept hazırladıq, o konseptə uyğun bilikləri cari il artırmağa fokuslu bir işlər gördük, fənləri çatdırdıq. Amma bundan ziyadə olaraq təşkilatımızın hara getdiyini, gələcəkdə hansı ehtiyacların ola biləcəyi barəsində məlumatlı olmağımız önəmlidir. Baxın, istedad dedikdə biz bir tək işçini deyil, həm də onun sahib olduğu səriştələrin ayrı-ayrıcılıqda qiymətləndirilməsindən danışırıq. İstedad hovuzu dedikdə biz işçilərimizin hamısının adı olan bir siyahı deyil, sahib olduğumuz bacarıqların siyahısından söhbət gedir. Yəni, bir işçi bir neçə istedada malik ola bilər və təşkilatımızın əlbəttə ki, getdiyi bir yol var, çatmaq istədiyi hədəflər var, bu illik hədəflər var, strateji hədəflər, daha uzun müddətli hədəfləri var. O uzun müddətli hədəflərdə bəzi təşkilatımızdan dəyişməyi tələb edirlər. Əgər təşkilatımız dəyişmək istəyirsə, o zaman onun içindəki istedadlar da onunla bir dəyişməyə hazır olmalıdır. Və əgər biz bunu vaxtında, yerində təhlil edək, görə bilsək ki, hansı istedadlara ehtiyacımız olacaq, öyrənmə konsepsiyasını o şəkildə dizayn edə bilərik ki, o gələcəkdə də bizə xidmət edə bilsin. Yəni,
bu gün ehtiyacımız olmayan, amma gələcəkdə ehtiyacımız olacağını bildiyimiz bəzi istedadları indidən inkişaf etdirə bilərik təşkilatımızda. Beləliklə təşkilata həmin o dəyişiklik dövrü, bu dəyişikliyi çox daha asan keçirməsi üçün şərait yarada bilərik. Bunu qeyd etmək istəyirdim bu tərəfdə. Öyrənən təşkilat konsepsiyası barəsində qısaca danışmaq istəyirəm ki, bu konsepsiya təşkilatımızın daima böyüməyə açıq olduğu barəsində işçilər üçün öyrənmənin tək təlimlərdə deyil, həm də iş başında, işdən kənar, bütün resurslar barəsində geniş bir anlayışın olması və təşkilatımızı daima öyrənmə istiqamətində böyüyən bir təşkilat olaraq qəbul etmələrini və öyrənmə mühitinin yaradılmasından söhbət gedir. Bəzi təşkilatlarda mən bu istiqamətdə bir təcrübəmi sizlə bölüşmək istəyirəm. Bir dəfə bir bonus sistemi yaradılması ilə məşğul idim. Satış komandasında işlədiyim yerlərdən birində. Və bonus sistemini qurarkən satışda çox təcrübəli bir əməkdaş ilə prosesi həyata keçirirdik. Onunla müzakirələr apardıq. Açığı sizə deyəcəm, önyargılıydım o insana qarşı. Çünki belə biraz loro dildə çox danışırdı, bəsit sözlər biraz istifadə edirdi. Biraz önyargılıydım ona qarşı. Yanımda ona bir zəng gəldi, bir işçi, bir müştəri qiymət açıqlaması etdiyi barəsində bir məlumat verdi. Neysə, bir satış barədə bir müzakirə apardılar. Mən də təhsil olaraq iqtisadiyyat təhsili almışam. Həmin insan, həmin işçiyə onun etdiyi səhvi izah etməyə başladı. Bu izah edərkən mən gördüm ki, yəni, mənim iqtisadiyyatda bildiyim hər şeyi bu insan praktiki bilir. Sadəcə fərqli bəsit dillə izah edir. Yanaşması da çox gözəl, amma çox bəsitdir. Bu insanda həqiqətən elə bir təcrübə, elə bir bilik formalaşdırıb ki, o biliyi mütləq ondan götürməyə lazımdır təşkilat üçün. Öyrənən təşkilat konsepsiyasında bu tip biliklərin ötürülməsi çox önəmlidir. Bu da bizim davamçılar prosesinə gəlir ki, öyrənmək, biliyi, istedadı nəsildən nəsilə təşkilat daxili ötürməklə də bağlıdır. Bir tək getdiyimiz təlimlərlə bağlı deyil. Davamçıların idarə edilməsi nədir? Təşkilatımızda önəmli iş görən bütün vəzifələrin daima ehtiyac duyduğu istedadların təcrübə, bilik, bacarıq, səriştələri qarşılarına biləcəyi barəsində məlumatlı olmaq demək. Bu nədir? Bu işi prioritetləşdirməkdir. Yəni, kritik vəzifələrin müəyyən olunmasıdır. Vəzifə üzrə, təşkilat üzrə hansı vəzifələr boş qalarsa, biz ciddi çətinliklər yaşayacağıq. Bu barədə məlumatlı olmaqdır davamçıların idarə edilməsi. Biz həmin o kritik vəzifələri müəyyən etməliyik. Bunun çox fərqli yanaşmaları, çox fərqli alətləri var. Gələcəkdə təlim proqramında bunun bəzi təşkilatların və bəzi beynəlxalq təcrübələrin konkret necə qiymətləndirdiyi barəsində danışacağıq. Bu gün isə bunu demək istəyirəm ki, hər təşkilat üçün kritik vəzifə fərqli bir anlayışdır. Amma nəticədə yanaşma çox üst-üstə düşür. Sadəcə hər bir təşkilat üçün belə incə bir fərqləndirən sərhədlər olur bir-birini bir-birindən. Ən kritik vəzifələri müəyyən etməliyik təşkilatda, ən birinci. Fərqli metodologiyadır. Ən bəsit metodologiya odur ki, üst rəhbərliyi ilə oturub bunu sadəcə müzakirə edib çıxartmaq. Ən bəsiti budur. Amma daha yaxşı olar ki, biz üst rəhbərliyə bir hansısa yanaşma ilə geçsək, bir alətlə geçsək ki, baxın, bu ən yaxşı təcrübəyə dayanan alətdir. Bunun vasitəsilə qiymətləndirirlər vəzifələri. Kritik vəzifələri müəyyən etdikdən sonra biz əmin olmalıyıq ki, o vəzifəni cari tutan insanın motivasiyası nə yerdədir? İşçi bağlılığı, aktivitelərimiz nə dərəcədə effektivdir bu insanla bağlı? Biz bu insanı əldə saxlaya bilirikmi? Onun əldə saxlama riskini ölçməliyik. Ölçməliyik ki, bu insanın bizdən getmə ehtimalı qısa müddətdə varmı? Əgər bizdə qalacaqsa bu insan, nəyə görə qalacaq? Yəqin ki, çoxunuz eşitmişsiniz. Ən başda bu off-boardingdən danışanda exit interview dedim. Bunun bir əks tərəfi də var, stay interview. İşçinin necə keyfiyyətli tərcümə edə bilərik? Bunu əldə saxlama intervyusu, müsahibəsi deyək. İşçinin işdə qalma səbəbini müəyyən etdiyimiz intervyu. Yəni, vaxtaşırı işçilərlə nəyə görə bizdə işləyirsən sualını verə bilərik. Nə etsək daha uzun müddət bizimlə işləyə bilərsən? Hansı səhvi buraxsaq bizi tərk edə bilərsən? Bu tip məqamlar barəsində müzakirədir. Bunu bütün heyətlə etsək nə gözəl. Amma davamçıların idarə edilməsi prosesi prioritetdən söhbət gedir deyə ilkin olaraq kritik vəzifələrlə bunu mütləq aparmalıyıq. İnsanlarla danışıb
onların nə hiss etdiyini, nəyə görə gedə biləcəyini, istedadı itirməmək üçün nələr etməli olduğumuzu bilməliyik və onlara davamçı təyin etməliyik. Davamçı təyin etmə prosesi biraz həssas prosesdir. Çünki bir çox üst səviyyə rəhbərə sənə davamçı seçirik dedikdə insanlar narahat ola bilir. Bu artıq onlara mesaj verir ki, səni itirməkdən davamçı hazır olduqda çox da qorxmayacağıq. Buna görə bu mesajı təşkilatdan təşkilata çox fərqli vasitədə kommunikasiya etmək lazımdır. Bir çox təşkilat bunu sirli tutur. Bir çox təşkilat kimin davamçısı olduğunu demir. Nadirən təşkilatlar bunu açıq kommunikasiya edir, hətta açıq şəkildə bir konkurs, müsabiqə formatında aparır. Hansı düzdür, hansı səhvdir, bu barədə mübahisə etmək düşünürəm mənasızdır. Çünki təşkilatın mədəniyyətindən sırf asılı olan bir prosesdir. Amma hər bir halda həssas kommunikasiya edilməli olan məsələlərdir. Çünki həmin vəzifəni tutan adam vasitəsilə, o bilsə də bilməsə də onun vasitəsilə davamçısını biz təyin edib inkişaf etdirəcəyik əsasən. Və davamçının hazırlanması yoldaşlar. Bizim o performans əsaslı FIP-dən danışdıq. Ondan ziyadə də davamçı olan şəxsdə tək cari tutduğu vəzifənin performansı deyil, həm də potensial davamçısı olduğu vəzifəni gələcəkdə tutmaq üçün inkişaf etdirməliyik. Onu bu istiqamətdə də hazırlamalıyıq. Davamçıların idarə edilməsi istiqamətində də bu hissə çox önəmlidir. Bugün demək istədiyim bu qədər istedadların idarə edilməsi barəsində. Suallarınız varsa, bu hissədən sonra onları cavablandırmaq istərdim. Mən ekran paylaşımını dayandırdım. Buyurun elə. Amil bəy, sizin sualınız varsa, buyurun sizi eşidək. Salamlayıram sizə, hər vaxtınız xeyir. Səsim gəlir Fərid bəy? Bəli, buyurun. Fərid bəy, sizə 2 sual verəcəm. Deməli, birinci sual bu orientasiya haqqındadır sual. Belə ki, biz işçi gəldi, tutaq ki, atıram mühasibdir. Gəldi, biz ona orientasiya təlimi keçdik. Artıq işçini başlayırıq yavaş-yavaş adaptasiya və izləmə prosesinə. Sizcə, işçi gələn kimi biz onun fəaliyyət planını bölüşdürərkən, yenə mühasib üzərindən danışıram, spesifik vəzifədir. Ona sırf, sən ədəbi hesabatları verəcəksən sabahdan, nə bilim, ümumi hesabatlar verəcəksən, vahid bəyannamələr verəcəksən, inventarizasiyalar həyata keçirəsən və s. və axır. Bunu eləmək əvəzinə, birinci, ən ilkin olaraq, gəldiyi sektorun yeniliyindən asılı olaraq, tutaq ki, adam bank sektorunda, qeyri-qida sektorunda işləyib, hal-hazırda gəlir istehsalat və yaxud da tikinti sektoruna. Ən başdan birinci daxili araşdırma eləyib, sonra bazar araşdırması eləyib, sonra ümumi olaraq bütün araşdırmaların vahid bir özlüyündə bir fərd olaraq təqdimatın həyata keçirsə, təbii ki, bunu da bir həftə ərzində eləsə necə olar? Bu birinci sualdır. İkinci sual da ki, tutaq ki, biz ən çox bank sektorunda görürük ki, bəs satış komandasına misal üçün verdiyi hər 10.000 kreditə görə misal 20 manat əlavə mükafat ayırırlar. Adam tutaq ki, 100.000 kredit verir, 200 manat bonus alır, belə deyək də. Bəs biz satış təşkilatı olmayan bir müəssisədə, yenə qayıdıram tikinti və yaxud istehsalat sektoruna, necə KPI əsaslı bonus sistemin mükəmməl şəkildə qura bilərik? Çünki niyə elə deyirəm, həmin təşkilatda fərqli vəzifələr çoxdur. Orada layihə rəhbəri var, misal üçün tikintidən danışıram. Ofis meneceri var, hansı ki, belə spesifik bir işlər görmür, koordinasiya ilə məşğuldur. Və yaxud da, nə bilim, HR mövzu olsun, mühasib olsun, MEP mühəndisi olsun, planlama mühəndisi olsun və s. və axır. Belə. Çox sağ olun bəy suallar üçün. Birinci sualınızda təklif etdiyiniz yanaşma məncə əladır, tətbiq etmək olar. Belə ümumilikdə bazarda nələr tətbiq olunur?
Fərdi adaptasiya planı deyə bir sənəd tərtib edir bəzən təşkilatlar. Həmin sənədlərdə nə olur? Həmin sənədlərdə yeni işə başlayan insanın adaptasiya dövründə, adətən 3 ay olur adaptasiya dövrü. Adaptasiya dövründə nələri öyrənməlidir, nələri bilməlidir? Bunlar barəsində məlumatlığını artırmaq üçün bir sənəddir fərdi adaptasiya planı. Çox qəliz olmamalıdır fərdi adaptasiya planı. Çünki biz zaten yeni işçimiz gəldikdə onu həm öyrənmə prosesi ilə müəyyən səviyyədə yükləyirik, həm işini öyrənir, həm də paralel olaraq təşkilatın mədəniyyəti öyrənir. Yəni struktur olsun, rəhbərlik olsun, təşkilatın fəaliyyət göstərdiyi sektor, əsas müştəriləri və s. və ilahar bu biznes iş barəsində məlumatlığı artırılır həm də. Bir fərdi adaptasiya planı qaranlıq otaqda əla bir işıq ola bilir. Yəni istiqamət göstərə bilir işçiyə ki, sənin bu sınaq dövründə, sınaq müddətində, adaptasiya müddətində əsas bilməli olduğun proseslər bunlardır. Fokusunu bunlar üzərində qur. Və adaptasiya prosesinin bir də bir çox halda dövr bitəndə fərdi adaptasiya planlarını qiymətləndirir həm də təşkilatlar. Yəni yenə deyirəm 3 ay olur daha çox bizim ölkədə adaptasiya dövrü sınaq müddəti ilə həm də bunu bir-birinə bağlayırlar. Adaptasiya dövrü bitdikdə işçini qiymətləndirə bilirlər həmin onun adaptasiya dövrünü. Mən tərəfdarıyam ki, bu prosesdə işçini yox, daha çox işçi təşkilatı qiymətləndirəcəyi bir şəkildə adaptasiya prosesini dizayn edək. Çünki bir işçini işə götürmüşüksə, böyük ehtimal əgər işə qəbul prosesimiz ən başdan yanlış dizayn olunmayıbsa, qurulmayıbsa, düzgün adamı işə götürə bilmişiksə, onu yaxşı adaptasiya, inteqrasiya edə bilsək işə, ondan verimli nəticələr ala bilərik. Buna görə daha çox onun feedbackləri çox önəmlidir. Düzdür, ikisi də ola bilər paralel olaraq. Həm o qiymətləndirə bilər, işçi qiymətləndirə bilər, həm də işçini qiymətləndirə bilərik. Amma hər bir halda biraz bu dövrü çətinləşdirməməyin tərəfdarıyam mən. Çünki zaten işçi biraz yüklü olur bu dövrlərdə. Həm onun sınaq müddətində olmağının stresi onda ola bilir, əgər təşkilat sınaq müddəti tətbiq edə bilirsə, həm qiymətləndirmə olacaq barəsində məlumatlı olarsa, biraz bunların cəmi düşünürəm onu yora bilər. Burada fərdi adaptasiya tövsiyə edərəm. Amma sizin də təklifiniz çox yaxşı idi. İkinci suala gəldikdə, olarsa biraz daha geniş ikinci sual barəsində fikir deyə bilərsinizmi? Mən tam fikrimi aydın ifadə edə bilim. Deməli, üzrsən sözü kəsdim Fərdi bəy. Belə ki, yenə qayıdıram. Biz ən çox biz satışda ən yaxşı demək olar ki, ən yaxşı da demərəm, yaxşıya yaxın bir bonus sistemi qura bilirik. Çünki adamların satacağı məhsul rəqəmlə göstərə biləcək bir səviyyədədir. Amma ümumi təşkilat və müəssisələrdə biz hər zaman KPI-lərdən istifadə edirik ən çox. Bu yaxında belə bir şey eləmişdik. Biz həm KPI, həm bərabərdir bonus. Amma bunun mükəmməl olub olmadığını belə biz ümumi işçilər arasında sorğuda keçirib əldə elədik. Amma daha mükəmməli necə qura bilərik ki, tutaq ki, bir təşkilat düşünün. Həmin təşkilatlardakı personajlar fərqlidir. Yəni fərdlər, vəzifələr fərqlidir. Biri HR-dır, yenə dediyim kimi, biri mühəndisidir, nə bilim, biri ustadır, biri baş ustadır, biri sahə rəisidir, biri mühəndisdir. Həmin tikinti sektorunun da qazandığı satış xidmət sahəsindəndir. Belə deyək də. Tutaq ki, 5 layihə var, hər layihədən X məbləğdə qazanc əldə edir və əldə elədiyi qazancı da hamı arasında bölüşdürür. Bunu təlim büdcəsi əsasında eləyir və yaxud hər hansı bir bayramlar ərəfəsindən qabaq ki, bir vaxtlarda eləyir və yaxud ümumi büdcə verir bütün işçilərə. Misal atıram, xalis mənfəəti 100.000 olub, onun 50.000-ni sırf bölüşdürür işçilər arasında. Amma biz bunu planlı və ölçülü, biz smart hədəflərdə nə deyirik ki, bizim hədəflərimiz ölçüləbilən olmalıdır. Bizim hədəflərimiz ölçüləbilən olmalıdırsa əgər, biz adi sektorda, yəni satış və bank sektorundan başqa digər müəssisələrdə
mükəmməl şəkildə hamı üçün fəhləsindən tutmuş ta ki yuxarı direktor səviyyəsinə qədər ən yaxşı bonus sistemin necə qura bilərik? Hı hı. Çox sağ olun Amil bəy, daha detallı dediniz, tam anladım. Baxın, çox yaxşı məqama toxundunuz. Satış heyətində həqiqətən bunu hətta təqdimatda özüm də ağlımda olardı deyərdim. Performans idarə etməsində bəlkə də ən rahat tətbiq etdiyimiz tərəf satış tərəfidir. Çünki hədəfləri çox aydındır. Zaten performans sistemi olmasa da onlar hədəf əsaslı çalışırlar. Amma digər heyətdə bunu tətbiq etmək o bayaq dediyim mədəniyyət prosesi ilə çox bağlıdır. Birincisi bunun fərqində olmalıyıq ki, Peter Drucker demiş, ölçə bilmədiyimiz işi idarə edə bilmərik. Bu barədə məlumatlı olmalıyıq. Yəni hər bir iş ölçülə bilir, bunun fərqində olmalıyıq. Hər bir işin fəaliyyət nəticəsinin performansı ölçülə bilir, bunun fərqində olmaq, işçilərə bunu kommunikasiya etməliyik. Lakin mükəmməl hədəflər, düzgün hədəflərin təyin olunma prosesinin ağırlıqlı bir proses olduğunu dərk etməliyik. Bu, ən başlıca dediyim kimi mədəniyyət tərəfidir. Performans mədəniyyəti təşkilatda formalaşana qədər bu istiqamətdə biz HR-lar çox əziyyət çəkirik. Bu təbiidir. Bizə qalan bu prosesdə nədir? Bazar araşdırmaları həyata keçirmək, əgər imkan olarsa ChatGPT vasitəsilə bu vəzifəyə nə hədəflər qoya bilərik kimi hədəflər məlumatlar toplamaq, ötən illərdə hansı hədəflər təyin olunub, onların bir kataloqunu yığmaq və rəhbərliklə həmin hədəflər məntiqli idimi müzakirəsini aparmaq, məntiqsiz olan hədəfləri oradan silmək və kommunikasiya etmək ki, ötən il hədəf təyinatında bu problemləri yaşadıq və bu il bu hissələrə daha diqqətli olmalısınız kimi yanaşma təklif edərəm. Çünki mükəmməl sistemə gedən yol bir neçə ilimizi alacaq ən azı. Çünki dediyim kimi ən əsas burada mədəniyyət formalaşdırmadır. Amma sistemi tətbiq edirsinizsə, bir il, 2 il, 2-ci il istədiyiniz nəticəni vermirsə, məncə bu sistemin yanlış olduğu demək deyil. Əsas odur, ildən ilə az da olsa inkişaf hiss eləyəsiniz. Amma satışdakı kimi rahat hədəf təyin etmə digər strukturlarda çətin olacaq. Buna gedən yolu çizməliyik. Yaxşı yanaşmalardan birini də burada qeyd edeyim. Balance scorecard yanaşması. Bütün hədəfləri nəticə etibarilə təşkilatda nəyə xidmət etdiyinin müəyyən edilməsi çox yaxşı nəticə verə bilər. Amma yenə də bu da ağırlıqlı prosesdir və sizdən səbirli olmağı və müddət tələb eləyəcək. Amma əgər keyfiyyətli hədəf təyin etmə formaları və s. yerindədirsə, hədəf kataloqları, hədəflərin ötən illərdə olan kataloqlarını yığırsınızsa, bazarı araşdırırsınızsa, əgər təşkilatın büdcəsi icazə verirsə, hətta konsalting şirkəti işə cəlb eləyirsinizsə, bir çox halda struktur rəhbərlərinin konsultasiya şirkətinin nəyisə deməyi onları daha ciddi yanaşmaya vadar edir proseslərə. Bunlar biraz prosesin keyfiyyətini artıra bilər. Amma mükafatlandırma tərəfinə gəldikdə düşünürəm bu tərəf zəruridir. Çünki bunun həqiqətən də nələrə təsir etdiyini ən sonda həm işin keyfiyyətini, həm də bir mükafatlandırmaya gətirəcəyini bilmək işçilərdə ekstra bir motivasiya və prosesi daha sürətli inteqrasiya imkanı yarada bilir. Belə. Əlavə sualınız qaldı mı Amil bəy? Təşəkkür edirəm, çox sağ olun, minnətdaram. Buyurun. Chatda bir sual gördüm. Hədəflərimiz bizim gündəlik gördüyümüz işlərdən fərqli olmalıdır. Bəli, Lətifə xanım bu sual verib. Hədəflərimiz gündəlik gördüyümüz işlər olmamalıdır. Hədəflərimiz təşkilatımızı irəli aparacaq. Bizə türklərdə bir deyim var, çox bəyənirəm onu. Zorlamalı hədəflər. Yəni, çatıla bilən, amma çətinliklə çatıla bilən hədəflər. Çətinlik dediyim, yəni zaten Smartda attainable hissəsi var. Smart hədəflər konseptində attainable, yəni hədəf əlçatan olmalıdır, sözsüz. Amma bəsit əlçatan olmamalıdır. Yəni sadəcə hər gün gəlib ötən illərdə gündəlik gördüyüm işləri görsəm, hədəfimə satacam, yox, bu şəkildə olmamalıdır. Hər il keyfiyyət artmalıdır nədəsə. Gündəlik işlərimizdən də nəyisə özündə əks etdirə bilər hədəflərimiz. Atıram, məsələn, hansısa bir strukturun işi sənədləşmə ilə bağlıdır, sənəd aktlarının tərtibatı ilə bağlıdırsa, ona verəcəyimiz
KPI hədəf ola bilər ki, insonu məsələn audit yoxlamasında və yaxud başqa bir daxili nəzarət mexanizmi ilə yoxlama nəticəsində nöqsan sayı bu qədər olmalıdır. Hə, bu da gəlir gündəlik işə gəlir. Zaten bütün hədəflərin nəticəsi gündəlik işə gələcək, amma işin keyfiyyətini artırmağını hiss etməliyik. Sadəcə vəzifə təlimatını kopyalayıb ora qoymaq deyil. Real olaraq buna nail olacaqsa təşkilatımız X addımında irəli düşəcək. Bunun mesajını verə biləcəyimiz şəkildə olmalıdır hədəflər. Buna xidmət edən olmalıdır hədəflər. Sınaq müddəti ilə bağlı yazı gördüm. Sınaq müddəti ilə bağlı nə deyim? Düzdür, adaptasiya dövrü dediyim kimi sınaq müddəti tətbiq olunursa təşkilatda ona müəyyən səviyyədə istəsək də, istəməsək də bağlı olacaq. Çünki bu dövrdə işçilərin üzərində bir ekstra stres ola bilir sınaq müddəti ilə bağlı. Amma adaptasiya prosesi sırf sınaq müddəti demək deyil. Buna bağlı olsa da sırf sınaq müddəti demək deyil. Adaptasiya müddəti prosesi bizim işçini maksimum işə və mədəniyyətə inteqrasiya etməyə əmin olmamız üçün bir sistemdir. Sınaq müddəti tətbiq ediriksə, bunları üst-üstə salmaq daha məntiqlidir zənnimcə. Çünki bir mövzu üzrə bir neçə dəfə danışmayaq işçi ilə. Amma sınaq müddəti, çox qısa sınaq müddəti tətbiq edirsə təşkilat, bunu ayrıca bir proses olaraq görsək, məncə daha yaxşı olar. Çünki orada gördüm, hansısa təşkilat qısa deyəsən, 14 gün, yəqin ki, bir təşkilat 3 aya qədər olur. Aha, sınaq müddəti ilə bağlıdır, amma sınaq müddəti deyil adaptasiya. Sınaq müddəti sonu qiymətləndirmə varsa şirkətimizdə, bu qiymətləndirmə bir geri dönüş kanalı ilə olursa, yəni işçi ilə görüşülüb ona mesaj ötürülürsə, çox tövsiyə edirəm ki, adaptasiya prosesində həmin gün bitirəsiniz. Amma bu belə olmalıdır demək deyil. Bəzi təşkilatlar var ki, onlar adaptasiya prosesini daha uzun proses olaraq görür. Hətta hər neçəsə ildən bir işçilər o adaptasiya prosesindən yenə keçirir ki, bəzi proseslər barəsində məlumatlı olsun. Elə orientasiya təliminin özünə mən keçmişdə təlim və inkişaf şöbə müdiri olaraq çalışdığım dövrlərdə, daha sonra adını bu arada öyrənmə inkişaf etdik. Orada çalışdığım dövrlərdə nə olurdu? Mən orientasiya təlimindən çalışırdım ki, bir neçə aydan bir girim, ya da hər ay ən azı bir dəfə, iki dəfə girim. Hər imkan daxilində o təlimə girib, inanın, təqdimatın hər ay orientasiya təliminin təqdimatını hazırlamasında iştirak etsəm də hər ay yeni bir şeylər öyrənirdim ki, təşkilatda nəsə dəyişib. Buna görə orientasiya prosesi bəzən, adaptasiya prosesi bəzən təşkilatlarda 3 ay deyil, daha uzun müddət ola bilir. Daha sonra bəzi hallarda kollektiv, okey. Mən insan əməliyyat tərəfində bonus tətbiq etmək istəsələr də andıra bir səbəb olaraq işlərini ölçə bilmədik. Ayşən xanım əməliyyat tərəfdə, HR-ın əməliyyat tərəfində, mən təcrübədə əməliyyat tərəfində daha çox gördüyüm hədəflər nələr olub? Audit və yoxlamalarla bağlı olub daha çox gördüyüm hədəflər, amma mənə burada bir şey maraqlı oldu ki, bonus tətbiq edib, yəni hədəfmi müəyyən edə bilmirlər vəzifəmiz üçün. Budurmu? Chat hissəsində bunu zəhmət olmasa qeyd edərsiniz. Çünki buna görə cavabım dəyişəcək böyük ehtimal. Nuru bəy əl qaldırmışdı, yanılmıramsa, sualı vardı. İstəyirsə səsləndirsin sualını chat hissəsində, çünki başqa sual görmədim. Sual danışdım. Ümumilikdə hədəf təyin etmə tərəfində bunu qeyd edim ki, yenə deyirəm, ölçülə bilməyən iş yoxdur. Baxın, bəzi proseslər var ki, onlara fərqli yanaşmalıyıq, bunun fərqində olmalıyıq. Yəni, məsələn, adətən performans idarəetmə sistemində deyirlər ki, bir vəzifə üzrə minimum 3-5 arasında hədəf olmalıdır. İstisnalar lakin ola bilir, bunun fərqində olmalıyıq. Bəzi proseslər var ki, onlar monoton işlərdən ibarətdir, amma onlar önəmli işlərdir. Onların da bir ölçüm mexanizminin olması zəruridir. Məsələn, HR kargüzarlıq istiqamətində hədəf təyin etməsi ilə çətinlik yaşanıldığı vurğulandı. Amma o istiqamətlərə də hədəf təyin etmək zəruridir. Çünki işin keyfiyyətini zaten nəticə etibarilə qiymətləndiririk. Bu təşkilatımızda varsa deməli qiymətləndirilməlidir.
Ən bəsit şəkildə tutsaq hansı hədəfləri tətbiq edə bilərik? Məsələn, audit yoxlamaları nəticələri, vaxtaşırı başqa daxili yoxlama nəticələri, bu kimi KPI-lər tətbiq edə bilərik. Ola bilsin ki, dövlət qurumları tərəfindən gəlmiş neqativ hər hansı bir müraciətlərin olmaması barəsində hədəf təyin edə bilərik və s. Yəni, əməliyyat yükünə fokuslu bir əməliyyatlara, yəni gündəlik proseslərə fokuslu, daha çox yoxlama istiqamətində nələrsə olacaq bu istiqamətdə. Ayşən xanım, bu hədəfləri tətbiq etməyə çalışmısınızmı? Zəhmət olmasa bunun chat hissəsində yazarsınız. Rüstəm bəy yazıb, istedadların şirkətdə başladıqda əvvəlcə təlim və inkişaf funksiyası olmalıdır. Sonra istedadların yaranma prosesi yaransın, olur inkişaf. Təlim və öyrənmə funksiyası yoxdursa, məncə istedad prosesi düzgün olmaz, məncə razısınız. Rüstəm bəy, razıyam sizinlə. Təşkilatda təlim, öyrənmə hissəsi olmalıdır ki, istedadların idarə olması proses düzgün olsun. Bəli, ümumiyyətlə istedadların idarə olunmasının ayrıca bir struktur olması həmişə zəruri deyil. Bunu qeyd edeyim. Yəni, zaten bu proseslər fərqli strukturlar arasında bölünür. Amma təşkilat daha strateji konseptləri HR-da tətbiq edirsə, çox vaxt yaradırlar bunu. Öyrənmə inkişafla ən çox bağlı olduğu tərəf öyrənmə və inkişafdır istedadların idarə edilməsinin. Amma dediyim kimi daha geniş məfhumdur. Bir-biri ilə çox bağlıdır. Bünövrəsində öyrənmə tərəfi sözsüz var. Ümumiyyətlə, bütün HR proseslərinin bünövrəsində öyrənmə tərəfi xüsusi bir yer alır. Burada da bəli, istisna deyil, önəmi var. Məncə, haqlısınız vurğuladığınız məqamda. Başqa bir sual chat hissəsində görmürəm. Əlini qaldıran biri varmı? Amil bəy, sizin əliniz qalxıb, siz sual vermək istəyirdiniz. Biz danışdıq, Fərdi bəy. Əla. Əla, yoldaşlar, başqa sualı olan yoxdursa, düşünürəm, bitirə bilərik. Hər birinizə dəyərli vaxtınızı ayırıb, qatıldığınız üçün təşəkkür edirəm. Çox sağ olun. Ümid edirəm, sizə verdiyim məlumatlar sırasında dəyərli hesab etdiyiniz bir məlumat oldu. Əlavə sualınız olarsa, məni hər hansı bir sosial şəbəkədən tapa bilərsiniz. İndi də sualınız varsa, verə də bilərsiniz. Fatimə xanım, sizin sualınız varmı? Fatimə xanım, aha, məlumatlar paylaşılacaqmı? HR Option Learning tərəfindən suala cavab gəlsə daha yaxşı olar. Düşünürəm, paylaşıla bilər, problem deyil elə. WhatsApp qrupunda da paylaşıla bilər. Bəli. Masterclass-ın videosu və təqdimatı Masterclass qrupunda paylaşılacaq. Əla. Aha. Aysel xanım, siz sual vermək istəyirsinizmi? Səsini eşitmədim. Aysel xanım. Chat hissəsində Ayşən xanım yazıb. Ayşən xanım, istəsəniz mən sizə WhatsApp vasitəsilə keçmişdə çalışdığım yerlərdə kadr cəzalığı istiqamətində təyin olmuş hədəfləri göndərərəm hətta. Mənə bir yazarsınız istəsəniz, mail ünvanı yazarsınız. Mən oraya keçmişdə məndə olan hədəf kataloqlarını sizinlə bölüşərəm. Bəlkə o işinizə yaraya bilər inşallah. Çox sağ olun. Hər birinizə təşəkkür edirəm. Sağ olun. Olar. Göndərərəm. Əlbəttə. O istiqamətdə olan hədəfləri bölüşərəm. Çox sağ olun. Hər birinizə təşəkkür edirəm. Gecəniz xeyrə qalsın. Təşəkkürlər. Əlavə sualınız olarsa, qrupda bugün bitməmiş yazsanız, ona səs və ya mesaj vasitəsilə cavab yazaram. Təşəkkürlər. Sağ olun.